21-ci fəsil. Şəripov evə çatanda saat 10-a yaxın idi. Dimma televizorun qarşısında oturmuşdu. O gülümsəyərək ayağa qalxdı. Mən indi başa düşürəm ki, sən teleulduz olmaq istəyirsən. Süzov dedi. Yenə sənin barəndə xəbərlər gedir. Bu dəfə başqa Rusça kanalları ilə. Sən bugün Kiyevdə qalmaqal yaratmısan. Ortaqların banderaçılara maliyyə yardımı göstərdiklərinə görə müqaviləni imzalamaqdan imtina etməsən. Hətta Euronews-da da bu barədə məlumat verdilər. Daim səni göstərirlər. Renat keçib divanda oturdu və dərindən köksötürdü. Mən onların kimi maliyyələşdirdiyini yalnız orada olanda bildim. Renat dedi. Ona görə də heç nəyə qol çəkmədim. Bilirsənmi, sadəcə olaraq bacarmadım. Bəlkə ona görə ki, çox ağır bir gün keçirmişdim. Ağır bir günah işləmişdim. İkinci bir günaha bata bilməzdim. Mən bacarmadım, deyə təkrarladı. İnnaya yox, sənə psixoloq lazımdır. Dimma məsləhət gördü. Sən sakitləşməlisən. Tamara haradadır? İndi gələcək. Mən Lidanı buraxmaq istəyirəm. Qoy evə getsin. Renat yerindən qalxaraq mətbəxə tərəf getdi. Tez qayıt. Dimma onun ardınca söyərdi. Mən acından ölürəm. İnnanın qayıdışını yumaq lazımdır. Elə sənin igidliyini də. Yox, Renat etiraz etdi. Biz bugün mənim nişanlanmağımı qeyd edəcəyik. Çox gözəl. Dimma sevindi. Bəs gəlinin xəbəri varmı? Hələ yox. Mən onu yuxudan oyatmaq istəmirəm. Üzükləri isə almışam. İnna yuxudan oyanan kimi mən ona evlənmək təklif edəcəyim. Necə bilirsən, o məni rədd etməz ki? Belə bir gecədən sonra o sənin boynuna atılacaq və bütün həyatının xoşbəxtliyini təmin edəcək. Düzünü desək, həyatın bu cür sınaqlarından sonra insanlar ya bir-birindən dərhal uzaqlaşır, ya da ömür boyu birlikdə qalırlar. Artıq sizi heç kim heç vaxt ayıra bilməz. Belə hallarda necə deyirlər? Onlar 100 il xoşbəxt yaşadılar və eyni gündə öldülər. Ağzını xeyli aç. Biz ölməyəcəyik. Əbədi yaşayacaq. Əbədi yaşamaq yaxşıdır. Razıyam. Ancaq nəzərə al ki, Lida artıq yemək otağında süfrəni hazırlayıb. Əgər onun harada yerləşdiyini unutmusansa, sənin mətbəxinə bitişik olan otaqdır. Unutmamışam. Yadımdadır. Mən indi gedib Lidanı evə buraxacağam. Sən də get, qapını aç. Deyəsən Tamara gəlib. O mətbəxə keçdi. Çox sağ olun, Lida. Renat ev xidmətçisinə müraciətlə dedi. Bağışlayın ki, bugün sizi çox işləməyə məcbur etdim. Artıq evə gedə bilərsiniz. Maşın aşağıda sizi gözləyir. Lazımdırsa mən yenə də qala bilərəm, deyə Lida təklif etdi. Yox, sağ olun. Mən özüm İnanın yanında qalacağam. Biz şam yeməyi sifariş etmişik. Lida bildirdi. Mən süfrəni yemək otağında açmışam. Orada hər şey hazırdır. İnnaya görə də narahat olmayın. Mən bir neçə dəfə onun yanına qalxıb baxmışam. Hələ də yatır. Şəripov necə acdığını yalnız indi hiss etdi. Hər şeyə görə sağ olun. O başını tərpətdi. Onu qoruyun, Lida dedi. İndi belə qızlar çətin tapılır. Təşəkkür edirəm. Renat mətbəxə bitişik olan yemək otağına keçdi. Tamara artıq keçib süfrənin arxasında əyləşmişdi. Dimma fərəhlə masanın üstünə qoyduğu araq şüşəsini göstərdi. Sən uzun və ağır bir gün keçirmirsən. Süzov təntənə ilə qeyd etdi. Bizim haqqımız var ki, sənin sağlığına bir qədəh içək. Həm də sənin nişanlanmağını qeyd edək. Tamara sənin Kiyevdə necə qalmaqal yaratdığını mənə danışdı. Sən əməlli başlı oliqarx olmusan. İstədiyini edirsən. Özünü lazım bildiyin kimi aparırsan. Bu dərəcədə kobudluğu harada gizlətmişdin? Mən sənin əslində necə adam olduğunu indiyədək bilməmişəm. Siz Lidanı buraxdınız? Tamara soruşdu. Hə, nahaq yerə, Dimma dedi. O ev xidmətçisi deyil, əsl xəzinədir. Namuslu və dürüst qadındır. Gərək bugün onun İnnaya necə bulyon isirdiyini görəydin. Onu yuxudan oyadıb qaşıqla yedirtdi. Sonra üstünü örtərək aşağıya düşdü. Qızıl kimi insandır. Mən sənin yerinə olsaydım, onu süfrəyə dəvət edərdim. Əlbəttə, əgər burjoy qürurun onunla birlikdə oturmağa imkan verirsə. Düz deyirsən, Renat razılaşdı. Mən heç bu barədə fikirləşməmişdim. İndi çağıraram. O yenidən mətbəxə getdi. Siz burada yarım saatda qala bilərsinizmi? Renat soruşdu. Axşam yeməyini birlikdə yeyərdik. Narahat etməyin. Lida dedi. Bəlkə başqa bir vaxt. Başqa belə vaxt olmayacaq, Renat astadan dedi. Mən bugün öz nişanımı qeyd edirəm. Gedək, sözümü yerə salmayın. Qadın razılıqla başını tərpətdi.
Masa arxasında 4 nəfər oturmuşdu. Sanki bir neçə saniyəlik sükuta ehtiyac olduğunu hiss edərək heç kim danışmırdı. Hamı Renata baxırdı. O, masa arxasında əyləşmiş 3 nəfəri gözdən keçirdi. Dostu Dima Süzov, köməkçisi Tamara, ev xidmətçisi Lida. O qədəhini yuxarı qaldırdı. Bugün mənim həyatımın ən ağır günü idi. Renat etiraf etdi. Mən bugün heç vaxt yaddan çıxarmayacağım. Bugün mənim nişanlımı oğurladılar. Özümü də 2 dəfə öldürməyə cəhd etdilər. Bugün mən ilk dəfə elə bir iş tutdum ki, ona görə ömrüm boyu əzab çəkəcəyəm. Bir qədər susub davam etdi. Bu gecəki hərəkətimə görə utanmıram. Ancaq bu heç vaxt mənim yadımdan çıxmayacaq. Kiyevdəki imzalanma tədbirini pozduğuma görə isə nəyim ki utanmıram. Əksinə fəxr edirəm ki, heç nəyə qol çəkmədim. O yenə bir qədər sustu. Sonra dedi, mən üzükləri almışam, amma hələ İnnanın heç nədən xəbəri yoxdur. Gəlin onun sağlığına içək. Onun tezliklə sağalması şərəfinə. Həm də mənim gələcək toyumun şərəfinə. Onlar qədəhləri asta toqquşdurdular. Dima ürəkdən gülümsəyirdi. Tamara Renatın bu gecə törətdiyi hərəkət barəsindəki sözlərindən sonra fikrə getmişdi. Lida xeyirxahlıqla Renata baxaraq başını tərpətdi. Bu hansı araqdır? Lida soruşdu. Çox yaxşı dadı var. Bizim barda belə araq görməmişəm. Heç görməzsiniz də. Dima sevindi. Bunu Renat üçün mən gətirmişəm. Bu lüks dərəcəli Rasiski Razmer arağıdır. Onun suyunu yerin 100 metr dərinliyində yerləşən laydan çıxarırlar. İçinə xüsusi təzəxiyar cövhəri də əlavə edirlər. Nəticədə belə qeyri-adi bir dad əmələ gəlir. Əla içkidir. Tamara başını razılıqla tərpətdi. Bizim cənab Sizov yalnız bu araqdan içir. Gərək yerini öyrənib görək. O bu arağı hardan tapır? Mən sizə bütün ünvanları verərəm. Dima ürək açıqlıqla vəd etdi. Tamaranın telefonuna zəng gəldi. O telefonunu çantadan çıxarıb deyilənlərə qulaq asdı və bəzi məlumatları dəqiqləşdirdikdən sonra danışığı bitirdi. Belə hallarda deyildiyi kimi, mənim 3 xəbərim var. Biri yaxşıdır, biri pis. Biri isə nə yaxşıdır, nə də pis. Əvvəlcə üçüncüdən başlayın. Dima təklif etdi. Bogdanov ölüb. Sükan arxasında olan həmin sürücü Pavel zəng etmişdi. Deyir ki, quldur özünə gəlmədən ölüb. Deməli, Paveli həbs etməyəcəklər. Renat təxmin etdi. Şahid qalmayıb. Quldurların ikisi də ölüb. Cəhənnəmə ölsünlər. Dima üzünü bürüşdürdü. Mən onların ruhunun rahatlığı üçün içməyəcəyim. Sizə də məsləhət görmürəm. Bəs pis xəbər nədir? Renat maraqlandı. Dilanov xəstəxanadan qaçıb. Yaralı ayağına baxmayaraq. Arvadı da heç yerdə tapılmır. Yəqin başa düşüb ki, şəhərdə qalması yaxşıdır. Renat gülümsədi. Nə olub? Nəyə gülürsən? Dima onun təbəssümünü başa düşmədi. Simyonun $50,000 onda qalıb. Renat izah etdi. İndi Simyon dəli olacaq. Axı verdiyi behi geri qaytara bilməyəcək. Əminəm ki, indi o yalnız bu barədə fikirləşir. Demək bu Simyon idi. Tamara məsələni başa düşdü. Buna görə onun yanına elə can atırdınız. Siz ona nə etdiniz? Heç parmağımı da vurmadım. Renat üzünü turşutdu. Amma yox, bir dəfə vurdum. Diz çöküb yalvarırdı ki, uşaqlarını öldürməyim. Nə üçün bütün alçaqlar elə hesab edir ki, başqa adamlar da onların özü kimi alçaqdır? Alçaqlar yaxşılığa inanmırlar. Dima fikrini bildirdi. O sənin yerinə olsaydı, mütləq elə də edərdi. Deməli, sizin qətlinizi sifariş verən Simyondur. Tamara dedi. O bunu necə edə bilib? Axı, nəyə görə? Mən ölsəydim, bütün pullar qızıma qalacaqdı. Simyon isə pulu xərcləməkdə keçmiş arvadıma kömək edəcəkdi. Öz aləmində bir hami kimi. Nə dəhşətli adamdır. Tamara çiynini çəkdi. Belələri hardan çıxır? Oradan. Dima üzünü turşutdu. Uşaqlıq illərindən. Bir dəfə nəyisə satmayıb. Kiməsə paxıllıq edib. Bir dəfə kiməsə rəhm etməyib. Yenə paxıllığı tutub. Nifrət edib. Dəhşətli məxluqlar belə yaranır.
Mən Renat Ravelyeviçin sağlığına içmək istəyirəm. Lida qəfildən dedi. Bugün televizorda səhərdən axşamacan mənim də işçisi olduğum Astor şirkətinin əməkdaşları barəsində hansısa vəhşi əhvalatlardan ötən gecə baş verən hadisələrdən danışıblar. Mən heç nə bilmirəm və bilmək də istəmirəm. Ancaq mən İnnanın üzünün və nə vəziyyətdə olduğunu gördüm. Onun nə çəkdiyini bildim. Mən başa düşürəm ki, bugün Renat Ravelyeviç sevgilisini bəladan qurtarmaq və öz xoşbəxtliyini xilas etmək üçün əlindən gələn hər şeyi edib. Bu əsl kişi hərəkətidir. Ona görə də mən indi bu qədəhi sizin sağlığınıza qaldırmaq istəyirəm. Əsl kişinin sağlığına. İndi bu cür kişilər demək olar ki, qalmayıb. Amma mən də öz oğlumu bu cür tərbiyə etməyə çalışıram. Mən heç bu cür güclü, cəsarətli, alicənab, diqqətli, kişi adlanmağa layiq insan kimi. Mən layiq deyiləm. Renat gözlənilmədən dedi. Mən bu gecə adam öldürmüşəm. Lida diksindi. Əli əsdi və süfrənin üstünə bir qədər araq töküldü. O İnnaya işgəncə verib, əllərinə siqaret basıb, susuz qoyub, döyüb. Renat qəzəblə bildirdi. Bunları İnnanın özü danışdı. Həmin quldur yaralı idi. Dələt ona 2 dəfə atəş açmışdı. Mən göstəriş verdim ki, onu maşının içinə qoysunlar. Sonra həmin maşını yandırdım. Əgər mənim kimi yırtıcı ilə bir süfrədə oturmaq istəmirsinizsə, gedə bilərsiniz. Mən bugün sizə yalan danışmaq istəmədim. Tamara üzünü turşudaraq başını yırğaladı. Lida'nın gözləri yaşardı. O öz qədəhini bir qədər də yuxarı qaldırdı. Əsl kişilərin sağlığına. Kişi sevdiyi qadın uğrunda vuruşursa düz edir. Sevdiyi qadına görə adam öldürürsə yenə də düz edir. Sizin sağlığınıza. O qətiyyətlə dedi. Renat qədəhini onun qədəhi ilə toqquşdurdu. Dima kədərlə gülümsədi. O son ana qədər həmin hadisənin həqiqət olduğuna inanmaq istəmirdi. Tamara isə bir yırtıcı etirazı ilə dodağını yaladı. Aydın idi ki, bugün Renat hissiyata qapıldığı üçün hər şeyi açıq danışmışdı. Ancaq bunu onun yanında deməməli idi. Tamara istədiyi vaxt həmin hadisədən öz məqsədi üçün istifadə edə bilərdi. Ancaq hələlik müəyyən müddətə bunu yaddan çıxartmaq lazım idi. Bəs yaxşı xəbər, Dima xatırladı. Yaxşı xəbər nədir? Tələtin vəziyyəti yaxşıdır, Tamara bildirdi. Həkimlər deyib ki, artıq onun həyatı üçün heç bir təhlükə yoxdur. Onu yoluxmağa gələnləri qəbul etməsinə icazə veriblər. Afərin ona, Dima qətiyyətlə dedi. Özünü çox ustalıqla apardı, əsl peşəkardır. Bu vaxt telefon zəng çaldı. Renat diksindi. O bilirdi ki, bugün ona mütləq zəng edəcəklər. Amma Şəripova baxırdı. Zəng kəsilmirdi. O mobil telefonu götürdü və kimin zəng vurduğuna şübhə etmədən cavab verdi. Bəli. Sən özünü nə hesab edirsən? Boğuq səs sahibi soruşdu. Sən dəli olmusan, yoxsa pulun çoxluğundan ağlını itirmirsən? Renat dönüb yemək otağından çıxdı və qonaq otağına keçdi ki, süfrə arxasında əyləşənlər onun səsini eşitməsinlər. 3 cüt göz onun arxasınca baxırdı. Yox, ağlımı itirməmişəm, Renat cavab verdi. Mən sadəcə olaraq həmin sənədləri imzalamaqdan imtina etmişəm. Sən kimsən ki, İmtina da edəsən. Bu mənim pulumdur. Sən bunu yaddan çıxarmısan? Sən Kiyevdə nə oyundan çıxmısan? Yoxsa sənə ucuz şöhrət lazımdır. Sən bütün sənədləri sakitcə imzalayıb oradan getməliydin. Sakitcə və səs-küysüz. İmzalaya bilmədim, Renat qəzəblə dedi. Cavab verdi. Mən sizin oyuncağınız deyiləm. Üstümə çığırmayın. Sizin pullarınız mənə lazım deyildi. Mən sizdən pul istəməmişdim. O pullara görə dünən az qala mənim nişanlımı öldürəcəkdilər. Mənim özümə də 2 dəfə atəş açdılar. Sənədləri isə imzalaya bilməzdim. Siz bilirsinizmi, onlar kimi maliyyələşdirir? Hərbi cinayətkarları, keçmiş millətçi və satqınların veteran təşkilatını. Yoxsa siz əsl atanızın kim olduğunu unutmuşsunuz? O, Sovet ordusunun generalı idi. Və o cür nacinslərə qarşı döyüşürdü. Sizin atalığınız da Sovet ordusunun mayoru zabit idi.
Bu demagogluqdur. Quruşenko Renatın sözünü kəsdi. Mənim atamın yaxud atalığımın kim olmasının bu məsələyə nə dəxli var? Sən çox vacib bir müqaviləni pozmusan. İndi biz nə edəcəyik? Bütün pulları Lerunun adına keçirmək lazımdır. Renat təklif etdi. Həm də gəlin bu məsələni bir dəfəlik həll edək. Mən hər şeyi sizə qaytarmağa hazıram. Ancaq onlara heç nə verməyəcəyəm. Bilmək istəyirsinizsə, bu mənim üçün prinsip məsələsidir və fikrim dəyişməyəcək. Belə çıxır ki, mən doğrudan da yanılmışam. Sən artıq böyümüsən. Əsl oliqarxa çevrilmirsən. Kimin yaşamalı, kimin ölməli olduğunu özün həll edirsən. Kimə pul verib, kimə verməməyi də özün qərar alırsan. Bilirsənmi nə fikirləşirəm? Bəlkə elə həmin Leru vəsiyyətnamə tərtib etsin. Onun bütün pulları varis kimi sənə qalsın. Bunu siz özünüz bilərsiniz. Hərçənd deyirlər ki, ölmüş hesab edilən adam çox yaşayır. Belə hesab edək ki, sən mənə bunu arzu edirsən. Nəysə, daha heç bir öz fəaliyyət olmasın. Kifayətdir. Mən bizim necə görüşə biləcəyimiz haqqında fikirləşərəm. Sən bütün səhm paylarına və rəsmiləşmiş sənədlərə görə mənə vəkalətnamə verərsən. Ümid edirəm ki, bir hoqqa çıxarmayacaqsın. Mən heç vaxt bir veteran təşkilatını maliyyələşdirməmişəm. Bundan sonra da bunu etmək fikrim yoxdur. Sən də yaman imişsən. Bugün məni heyrətləndirdin. Heç ağlıma gəlməzdi ki, bu yaşımda nəyəsə heyrətlənə bilərəm. Sağ ol. Danışıq bitdi. Renat kürəyini divara sökəyərək bir qədər gözlədi. Yemək otağından asta danışıq səsləri eşidilirdi. Renat ora daxil olanda artıq üzünün ifadəsi dəyişmişdi. Bəlkə İnnanı oyatmaq vaxtıdır. Şəripov təklif etdi. Axı o da bilməlidir ki, burada bizim nişanlanmağımızı qeyd edirik. Son.